Dünyanın hansı gücü olursa olsun, Allah Taala'nın gücünün qabağında acizdir. Hər şey bizim xeyrimizə idi, amma Allah Xümeyni ilə idi. Güc Allahdadır, qüvvət Allahdadır. Silahı var, o deməkdir o güc qüvvət sahibidir. Xeyr, indi Amerika qalıb iki şeyin arasında, qardaşlar. Ya müzakirə, ya müharibə. Bəs Hörmüz boğazı indi olub Amerikanın, Trump'ın Ağ Evindən boğazı. İran tutub onu belə. İndi Amerika neynəsin? Amerikanın iki dənə yolu var. Trump yeni bir şey kəşf elədi. Neynir? Beynəlxalq sularda gəmi uğurlamaqla məşğuldur. Dünyada bu müharibədən sonra ən çox alınan kitabların arasında hansı kitablar olsa yaxşıdır? İranla bağlı yazılan kitablar. Trump'ın qabağında bir ölkə durursa maraqlıdır. Görəsən o ölkənin rəhbəri kimdir? Görəsən o ölkənin əqidəsi kimdir? Onlar hansı əqidə ilə bu gücə sahibdirlər? İndiyə qədər İranda 30 milyondan çox insan can fəda adında proqrama qoşulub. Nədir? Könüllülər. Yəni gedib imza atıblar, telefon nömrəsini, ünvanını qeyd ediblər ki, sabah müharibə olanda birinci məni çağır. Vur ki, yaxşı vurursan. Talışın sözü var. Bacan, çox bacan.